Amos 9-cu fəsil. Xudavəndi qurbangah yanında duran gördüm. O dedi, sütun başlıqlarını elə vur ki, astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz. Ölülər diyarına girsələr belə, onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, onları endirəcəyəm. Karmel dağının təpəsində gizlənsələr belə, onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, ilana əmr eləyəcəyəm ki, onları sancsın. Düşmən önündə əsir aparılsalar belə, qılınca əmr eləyəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, pislik üçün onların üzərinə dikəcəyəm. Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, orada yaşayan hər kəsi yasa batırar. Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər. Otaqlarını göylərdə tikən, qübbəsini yer üzündə quran, dəniz sularını götürüb yer üzünə tökən odur. Onun adı Rəbdir. Məhvdən sonra bərpa. Rəbb bəyan eləyir. Ey İsraillilər! Mənim üçün kuşlular kimi deyilsizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi, Filişliləri Kaftordan, Aramları Girdən çıxarmadınmı? Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib atacağam. Amma Yaqub nəslini tamamilə silib atmayacağam. Rəbb belə bəyan eləyir. Çünki budur, mən belə əmr eləyirəm. Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirliyəndə bir çınqıl belə yerə düşməyəcək. Xalqımdan bütün günah işlədənlər, mənə bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz deyənlərin hamısı qılıncdan keçiriləcək. Həmin gün Davudun yıxılan çadırını bərpa eləyəcəyəm. Onun dəlmə deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam. Ona görə ki, qalan Edomlara və mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar. Rəbb belə bəyan eləyir. Rəbb bəyan eləyir. Budur, elə günlər gələcək ki, kotan sürən biçinciyə yetişəcək, üzüm sıxan meynə əkənlə rastlaşacaq, dağlardan şirin şərab damacaq, bütün təpələrdən də axacaq. Xalqım İsraili əsirlikdən qaytaracağam. Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər. Bağlar salıb meyvəsindən yeyəcəklər. Onları özlərinin torpağında yerləşdirəcəyəm. Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar. Allahın Rəbb belə deyir.